Salam dostlar, bugün sizlere kompüterimizde Windows üstəgəl V işarəsi nə işə yaradığını göstərəcəyəm. Deməli, biz bir mətn işləyərkən Word-də, Excel-də və yaxud da internet üzərində hər dəfə kopyaladığımız zaman, hər hansısa bir mətni Ctrl-C edən zaman əvvəlki mətnlər silinirdi. Həminki mətnlərin silinməməsi üçün sizə Windows V işarəsi basdıqda sağda açılan həmin punktu aktiv edirsiniz. Mən aktiv etdiyim üçün məndə artıq aktivdir və əlavə olaraq da orada smayliklər, emojilər və yaxud da hər hansı bir simvollar da var, istifadə edə bilərsiniz. Mən isə sizə bu günləri həmin mətnlərin oradan silinənə qədər qaldığını göstərəcəyəm. Özümdə yaratdığım bir not dəftərini açacağım və sizə həmin yeri göstərəcəyəm. Deməli, Windows V-yə basırıq, aktiv edirik. Üstə gəlib not tərəflərində 2-3 mətni kopyalayacağım və onlar silinənə qədər həmin yerdə qaldığını sizə göstərəcəyim. Bu isə bizdə Word-də, Excel-də və yaxud da başqa yerdə işlədikdə hər dəfəsində çətinlik çəkməyimizin qarşısını alır. Gördüyünüz kimi kopyaladığım 3 mətn burada qalmışdır. Silinənə qədər isə burada qalır. Çox sağ olun izlədiyiniz üçün. Kanala abunə olun, videonu bəyənin.